Salam, bugün sizə tənəffüs sistemi haqqında ətraflı məlumat verəcəm. Deməli, tənəffüsü iki yerə ayırırıq. Daxili tənəffüs və xarici tənəffüs. Daxili tənəffüs toxuma hüceyrələri ilə qan arasında gedən tənəffüsdür. Xarici tənəffüs isə ağciyər və ətraf mühit arasında gedən tənəffüs, xarici tənəffüs adlanır. İnsanda tənəffüs sistemi orqanları iki yerə ayrılır. Hava aparıcı yollar və ağciyərlər. Hava aparıcı yollara burun boşluğu, burun uzlaq, qırtlaq, traxeya və bronxlar aiddir. Ağciyərlərə isə bronx yollar və alveollar aiddir. Başlayaq burun boşluğu ilə. Deməli, burun boşluğu hava aparıcı yolların atmosferlə təmasda olan başlanğıcıdır. Deməli, burun hər bir insanda bir ədəddir və iki paylıdır. Burunun içində seliklə ifraz edən vəzilər və də kirpikçiklər olur. Məsələn, insan ağızla nəfəs alanda, deməli, havadakı mikroblar birbaşa ağciyərlərə daxil olur. Hava isinmədən ağciyərə daxil olur. Amma burundan nəfəs alanda isə hava nəmlənir, isinir, tozdan və mikroorqanizmlərdən təmizlənir. Və bu prosesdə iştirak edən nədir? Burunun içində olan kirpikçiklər və selik ifraz edən vəzilərdir. Deməli, burundan sonra hava daxil olur burun udlaq hissəyə. Burun udlaq da burun boşluğu ilə udlaq arasında yerləşir. Hava burun udlaqdan, deməli, udlağa, oradan isə qırtlağa keçir. Məsələn, danışaq indi səs tellərindən. Səs telləri qırtlağın qığırdaq halqaları arasında yerləşir. Səs tellərinin arasında isə səs yarığı olur. Ümumiyyətlə, qadınlarda səs incə və ucadır. Səs yarığı danışanda daralır. Mən həmişə bunu belə yadda saxlamağı tövsiyə edirəm. D hərflərini kodlayın. Danışanda daralır. Deməli, danışanda daralırsa, susanda necə olacaq? Susanda isə genələcək. Danışanda D-dir. Sadəcə birini yadda saxlayın, digərini avtomatik biləcəksiniz. Danışanda daralır səs yarığı. Susanda isə genəlir. Bəs pıçıldadıqda necə olur? Pıçıldadıqda isə yarım açıq vəziyyətdə olur. Baxın, burada şəkil verilmişdir. Bura baxaq. Deməli, burada hansında danışıb? Daralan yerdə, baxın. Deməli, burada həmin insan danışır. Amma burada isə susub ki, genəlib. Əgər yarım açıq vəziyyətdə olsaydı, təqribən belə bir formada olsaydı, bu isə pıçıldadıqda olacaqdı. Daha sonra səs telləri saniyədə 80-10 min dəfəyə qədər titrəyir. Bu rəqəmi də yadda saxlamaq lazımdır. Qadınlarda dedik ki, səs telləri qısa və incə olur. Qırtlaqdan danışaq. Qırtlaq burada göstərilib şəkildə. Bura diqqət yetirin. Qırtlaq bir neçə qığırdaqdan təşkil olunur və o nəfəs borusunun üst tərəfinin genişlənmiş hissəsidir. Və qırtlağın qığırdaq halqaları arasında biz dedik səs telləri yerləşir. Daha sonra buradan keçən hava səs tellərini titrədir və səsin yaranmasına qədər gətirib çıxarır. Qırtlağın ön tərəfində qırtlaq qapağı yerləşir. Bəs bu qırtlaq qapağının funksiyası nədir? İnsan udqunarkən qırtlaq qapağı qırtlağın yolunu örtür və bu da qidanın nəfəs borusuna düşməsinin qarşısını alır. Əgər qida nəfəs borusuna düşsə, insan ölümünə gətirib çıxarır. Daha sonra biz artıq danışırıq nəfəs borusundan. Nəfəs borusunun digər adı traxeyadır. Traxeya görsəz, çaşmayın. Nəfəs borusu elə traxeya deməkdir. Traxeya isə üst-üstə yığılmış qığırdaq yarım halqalardan təşkil olunmuşdur. Yarım halqadırsa, artıq biz traxeyadan danışırıq. İçərisində kirpikli hüceyrələr var. Deməli, tənəffüs orqanlarında içində kirpikli hüceyrələr olan orqanlar hansıdır? Bir burun boşluğudur, bir də traxeyadır. Hər ikisinin içində kirpikli hüceyrələr var. Kirpikli hüceyrələrin traxeyada funksiyası nədir? Orada ifraz olunan selik və kirpiklər havadakı zərərli maddələri tutur. İndi biz danışacağıq bronxlardan. Bronxun şəkli burada verilib. Bronxlar, baxın, ağciyərə daxil olub. Bronxlar sol bronx və sağ bronx olaraq ağciyərlərə daxil olur. Bronxlar ağciyərin içində şaxələnərək bronxiyollar əmələ gətirir. Baxın, artıq bu hissələr isə bronxiyollardır, şaxələnmiş hissələr. Bronxiyollar da alveollarla sona çatır. Alveollar nədir? Hava qovluqçuqlarıdır. Bir də bunu yadda saxlayın ki, alveollar yalnız məməlilər sinfinə xasdır. Alveollar yalnız məməlilər sinfinə xasdır. Ağciyərlərdə olan alveollar. Daha sonra danışaq alveoldan. Bəs alveol nədir? Ümumiyyətlə biz deyirik ki, ağciyərdə əzələ yoxdur. Ağciyər süngərə bənzər quruluşdadır və ağciyərə süngərə bənzər quruluşu verən də onun daxilində olan alveollardır. Alveollar
tək qatlı epiteldən ibarətdir. Yadda saxlamaq lazımdır. Alveollar tək qatlı epiteldən ibarətdir və biz bilirik ki, ağciyərlərdə qazlar mübadiləsi gedir. Həmin qazlar mübadiləsini həyata keçirən ağciyərlərdə olan alveollardır. Alveollar qan damarları zəngindir, sayı da 700 milyona yaxındır. Alveolların ümumi sahəsi necədir? 100 kvadrat metrdir. Bu da insanın dərisinin belə deyək, səthindən 50 kvadrat metr çoxdur. Dərinin səthi neçədir? 2 kvadrat metrdir. Danışaq indi diafraqmadan. Biz bilirik ki, döş boşluğunda yerləşən orqanlar ürək və ağciyərdir. Yaxşı, bəs döş boşluğunu qarın boşluğundan nə ayırır? Baxın, döş boşluğunun qarın boşluğundan bu əzələvi orqan diafraqma ayırır. Diafraqma əzələvi bir orqandır və diafraqma həm yastı, həm də qabayıq formaya keçir və döş boşluğunun həcmində dəyişir. Və nəfəs alma və nəfəs vermə prosesində diafraqma iştirak edir qabırğaarası əzələlərlə birlikdə. İndi isə ağciyərlər, tənəffüs hərəkətləri, qazlar mübadiləsindən danışaq. Ağciyərlər ümumən döş boşluğunda yerləşir. Biz dedik ki, ağciyərlərin üzəri birləşdirici toxumadan əmələ gəlmiş plevra ilə örtülür. İki plevra arasında hava olmur. Əgər plevra arasına hava daxil olsa, insan boğular. Yəni, insan ölümü ilə nəticələnər. Plevra arasına hava daxil olsa. Plevra arasında maye olur. Bu da sürtünmənin qarşısını alır. Biz dedik ki, sağ ağciyər 3 paylıdır. Baxın, paylar burada şəkildə göstərilib. Birinci pay, ikinci pay. Bu da üçüncü pay. Sağ ağciyər və şəkillərdə bilirik ki, sol sağdır. Sağ isə soldur. Ürəkdə də həmçinin bu şəkildədir. İndi burada sağ ağciyər 3 paylıdır, sol ağciyər isə 2 paylıdır. Biz burada müşahidə edirik ki, bronx ağciyərə daxil olub bronx yollar əmələ gətirib. Ağciyərlə süngərə bənzər quruluşa malikdir. Ona bu süngərə bənzər quruluşu verən nədir? Daxilində olan alveollardır. Biz dedik ki, ağciyərdə qazlar mübadiləsi gedir. Ağciyərdəki qazlar mübadiləsini həyata keçirən də alveollardır. Nəfəs alma zamanı udulan atmosfer havasındakı oksigen qazının bir hissəsi alveol divarından onu bürüyən kapilyar qan damarına keçir. Karbon qazı isə alveollara daxil olur, sonra isə nəfəs vermə prosesi baş vermiş olur. Dedik ki, deməli, oksigen qana keçir, karbon qazı isə qandan alveol boşluğuna keçir nəfəs alma zamanı. Ümumiyyətlə, deməli, qazlar mübadiləsi nəfəs alma zamanı baş verir. Yadda saxlamaq lazımdır. Bir də plevra həm də döş boşluğunun səthini örtür. Və ağciyərlərdə alveolların olması da yalnız məməlilər sinfinə xas bir əlamətdir. İndi nəfəs alma və nəfəs vermə zamanı əzələlərin vəziyyətinə baxaq. Deməli, nəfəs alma prosesində necə olur? Nəfəs alan zaman ağciyərin həcmi artır. Özünüz də nəfəs alan zaman bunu müşahidə edirsiniz ki, ağciyərlərin həcmi artır. Yaxşı, ağciyərlərin həcmi artıbsa, biz bilirik ki, ağciyərlər döş boşluğunda yerləşir. Onda döş boşluğunun da həcmi artacaq. Döş boşluğu da genişlənəcək. Əgər döş boşluğu genişlənibsə, diafraqma isə yığılacaq və baxın, diafraqma yastı bir formaya keçəcək. Diafraqma əzələləri yığılacaq və diafraqma yastılaşacaq. Əgər diafraqma əzələsi yığılıbsa, ümumiyyətlə diafraqma ilə qabırğaarası əzələlər sanki birgə işləyir. Hər biri yığılanda digəri də yığılır. Əgər biri boşalıbsa, digəri də boşalır. Belə yadda saxlayaq. Diafraqma əzələsi yığılıbsa, demək ki, qabırğaarası əzələlər də yığılıb. Bəs təzyiq. Burada təzyiq, nəfəs alma zamanı təzyiq mənfi olur. Mənfi təzyiq sizə desək ki, harda müşahidə olunur? Deyirsiniz ki, nəfəs alma prosesi zamanı mənfi təzyiq. Belə qeyd edək, nəfəs alma zamanı mənfi təzyiq müşahidə olunur. Və ağciyərlərdəki təzyiq atmosfer təzyiqindən aşağı düşür, yəni mənfi təzyiq olur. Və biz dedik ki, alveollarda qazlar mübadiləsi yalnız nəfəs alma prosesi zamanı baş verir. Deməli, nəfəs almada alveollarda qazlar mübadiləsi gedir. Bir qayda olaraq yadda saxlayırıq. Gələk indi nəfəs verməyə. Nəfəsimizi verən zaman müşahidə edirik ki, ağciyərlərin həcmi kiçilir. Yaxşı, ağciyərlər döş boşluğunda yerləşir. Əgər ağciyərin həcmi kiçilibsə, döş boşluğu necə olacaq? Döş boşluğu da daralacaq. Döş boşluğu əgər daralıb, ağciyərin həcmi kiçilibsə, diafraqma necə olacaq? Günbəz formaya keçəcək, qabarmış olacaq. Elə, baxın,
qabarmış bir formaya keçir diafraqma. Əgər diafraqma əzələsi boşalıbsa və diafraqma ağciyərə tərəf qalxıb, müşahidə edin. Aha, əgər diafraqma əzələləri boşalıbsa, biz dedik diafraqma ilə qabırğa arası əzələlər biri yığılanda digəri də yığılır. Biri boşalıbsa, digəri də boşalır. Aha, deməli diafraqma boşalıbsa, qabırğa arası əzələlər də boşalıb və burada ağciyərlərdə təzyiq artmış olur və nəfəs vermə zamanı alveollardakı hava, karbon qazının miqdarı artır. İndi gələk nəfəs alma və nəfəs vermə aktlarına. Deməli, nəfəs alma və nəfəs vermə aktı. Hər iki akt toplam tənəffüs hərəkətidir. Bir dəqiqədə insan 16 tənəffüs hərəkəti edir. Aha, bir dəqiqədə 16 tənəffüs hərəkəti edirik. Baxın, bir dəqiqədə 16 tənəffüs hərəkəti edirik. Yaxşı, onda bir dəqiqədə neçə tənəffüs aktı baş verir? Biz nəfəs alma və nəfəs vermə aktına birgə tənəffüs hərəkəti deyirik. Onda bir dəqiqədə 16 tənəffüs hərəkəti baş verirsə, 32 tənəffüs aktı baş verib deməkdir bu. Tənəffüsün mərkəzi biz sinir sistemindən danışan demişik ki, uzunsol beyində həzm, qan damar və sinir tənzimi yerləşir. Aha, deməli tənəffüs hərəkətləri uzunsol beyində yerləşir. Qismən də böyük beyin yarımkürələr vasitəsilə həyata keçirilir. Bu nə deməkdir? Biz istədiyimiz zaman nəfəsimizi tuta bilirik. Məsələn, öz iradəmizdədir. Əgər hər hansı bir işi görmə bizim öz iradəmizdədirsə, bu böyük beyin yarımkürələri vasitəsilə tənzimlənmə deməkdir. Burada bir məsələ var, onu da işləyək. Aha. Baxaq nə deyir? Sakit vəziyyətdə insan 16 tənəffüs hərəkəti edibsə, yaxşı, 16 tənəffüs hərəkəti bir dəqiqədə, daha doğrusu 64. Bir dəqiqədə 16 tənəffüs hərəkəti ediriksə, 64 tənəffüs hərəkətini, bunu saniyə nə yazaq? 60 saniyə, 1 dəqiqə 60 saniyə. Aha. 60 saniyədə 16 tənəffüs hərəkəti ediriksə, bəs 64 tənəffüs hərəkətini neçə saniyə edirik? Aha. Buradan tapacağıq 240 saniyə. 240 saniyə tapacağıq buradan da. Aha. Bu müddətdə onun ürək qulaqcıqları nə qədər işləyib? 0,8-də ürək qulaqcıqları 0,1 işləyirsə, 240-da neçə olacaq? Olacaq x. 240-ı da vurub 0,1-ə və bölüb 0,8-ə tapacağıq ki, 30. Yəni 30 saniyə tapacağıq. 30 saniyə də 0,5 dəqiqədir. Aha. Baxaq indi əsas mövzulardan biri kim daha çox qaçar mövzusuna baxaq indi burada. Deməli insan sakit halda nəfəs aldıqda 500 millilitr hava qəbul etmiş olur. Biz bu sakit halda nəfəs alanda da həmçinin sakit halda nəfəs verəndə də 500 millilitr hava qəbul edib xaric edirik. Bu havanın adı olur tənəffüs və yaxud da dəyişən hava adlanır. Əgər dərindən nəfəs almışıqsa, bu zaman tənəffüs havası ilə bərabər, yəni 500 ilə bərabər biz 1500-də əlavə olaraq hava qəbul edirik. Toplam neçə eləyəcək? 2000. Aha. Bu da əlavə hava adlanır. 2000 əlavə hava adlanacaq. Aha, insan dərin nəfəs alıb, nəfəs verdikdə udduğu havadan əlavə 1500 ml hava xaric olur. Bu da ehtiyat havadır. Dəyişən, əlavə və ehtiyat havanın cəmi ağciyərin həyat tutumudur. Onda gəlin ağciyərin həyat tutumunu hesablayaq. Dəyişən havaya biz nə qədər dedik? Dəyişən hava dedik ki, 500 millilitrdir. Bəs əlavə hava nə qədərdir? Əlavə də 1500 millilitrdir. Yaxşı. Ehtiyat hava nə qədərdir? O da 1500-dür. Toplam neçə eləyəcək? 3500. Ağciyərlərin həyat tutumu 3500-dür. Aha. Biz ağciyərlərin həyat tutumunu spirometr adlanan cihazla ölçürük. Və yadda saxlayaq ki, ağciyərlərdə daima olan hava ehtiyat hava ilə qalıq havadır. Hər zaman ağciyərdə olur. Həm ehtiyat hava, həm də qalıq hava. Əgər dərindən nəfəs veririksə, ehtiyat hava bu zaman ağciyərlərdən xaric olmuş olur. Daha sonra qalıq hava isə 1000 millilitrdir. Ən dərin nəfəs vermədən sonra yenə də ağciyərlərdə 1000 kub santimetr deməli hava qalır və xaric olmur. Məsələn, şəkilə baxın. Burada dərindən nəfəs vermədə yenə burada hava qalıb. Bu qalıq havanı bizə göstərir. Deməli, qazların miqdarına baxaq indi burada. Diqqət yetirin indi burada. Aha.
Deməli, udulan havada deyir 21% oksigen var, buraxılan havada isə 16%. Yaxşı, 21% qəbul edib 16% xaric ediriksə, bu zaman 21-dən çıxaq 16-nı. Bəs o 5% hara gedir? 5% isə qanımıza keçir. Karbon qazı isə udulan havada 0,3%, xaric olunan havada isə 4%-dir. Azot 78,3% qəbul edirik, xaric olunan isə 78,7-dir. Təsirsiz qazların isə faizi dəyişməyib, 1%-dir. Və təsirsiz qazlar yadda saxlayın ki, qazlar mübadiləsində iştirak etmir. Bəs biz ağciyərlərin həyat tutumunu dəyişə bilərikmi? Bəli. Məsələn, idmançılarda ağciyərlərin həyat tutumu daha çoxdur. Buna səbəb onlar daima deməli məşq etməsi nəticəsində onlar ümumiyyətlə hətta 10 kilometr qaçdıqda belə təngənəfəslik hiss eləmirlər. Məsələn, onlarda tənəffüs qaçışdan sonra çox qısa müddətdə artıq qaydasına düşmüş olur və fiziki işlə, idmanla məşğul olmayan insanlar isə biraz qaçan kimi tez-tez nəfəs almağa başlayırlar. Onların qabırğası əzələləri zəif inkişaf etdiyinə görə onlarda tənəffüs dərin olmur. Daha sonra burada bəzi məsələləri mən yer verim. Deməli, tənəffüs məsələlərini həll etmək üçün bəzi rəqəmləri öyrənməyə ehtiyac var. Daha doğrusu əzbərləməyək, başa düşək ki, o rəqəmlər hardan gəlir. Məsələn, sakit halda nəfəs alan zaman 500 kub santimetr hava qəbul edirik, elə. Belə deyək, sakit halda nəfəs alan zaman insanın kapilyarlarına və yaxud da qanına, belə deyək, qanına neçə kub santimetr oksigen daxil olmuşdur. Sakit halda nəfəs alanda bilirik ki, 500 kub santimetr hava qəbul edirik. 500 kub santimetr 100%-dirsə, bəs 5% neçə kub santimetrdir? X bərabərdir 25-ə. Bəs hardan gəldi deyəcəksiniz 5? Biz dedik ki, 21% oksigen qəbul edirik. 16% isə xaric edirik. Yaxşı, bəs o 5% hara gedirdi? Qanımıza keçirdi. Deməli, sakit halda nəfəs alanda 500 kub santimetr hava qəbul edirik. 500 100% isə, bəs 5%, yəni qana keçən neçə kub santimetrdir? Buradan da tapırıq ki, 25 kub santimetr qanımıza oksigen. Sakit halda, belə deyək, insan 500 kub santimetr hava qəbul etmişdir. Bu zaman neçə kub santimetr oksigen qəbul edib? Belə bir şərt qoyaq. Biz bilirik ki, sakit halda 500 kub santimetr hava qəbul edir. 500 100%-dirsə, neçə faiz oksigen qəbul edirik? 21% qəbul edirik. 21% isə x kub santimetrdir. X-də tapanda 21-i 500-ə vurub 100-ə bölürük. Bu zaman da alırıq 105 kub santimetr oksigen. Belə deyək, sakit halda insan tənəffüs hərəkət etmişdir. Bu zaman neçə kub santimetr oksigen xaric etmişdir. Bu zaman necə tapacağıq sakit halda nəfəs verəndə? Bilirik ki, 500 kub santimetrdir. Əgər 500 kub santimetr 100% isə, bəs 16% neçə kub santimetrdir? O x-dir. X də bərabərdir. 16-nı vururuq 500-ə, bölürük 100-ə. Tapırıq x də bərabərdir 80 kub santimetr. Belə bir şərtə də baxaq. Tutalım, insan sakit halda nəfəs verən zaman neçə kub santimetr karbon qazı xaric etmişdir. Biz bilirik ki, insan sakit halda nəfəs verəndə 500 kub santimetr hava xaric olur. 500 100%-dirsə, bəs karbon neçə faizidir karbon qazı? 4%. 4% də x kub santimetrdir. X də bərabərdir. 500 vururuq 4-ə, bölürük 100-ə. Tapırıq 20 kub santimetr karbon qazı xaric etmişdir. İndi tənəffüs sisteminin orqanlarının xəstəliklərinə baxaq. Angina udlaqdakı badamcıqların iltihabıdır. Ağ nöqtə şəklində olur. Yüksək hərarət angina zamanı baş verir. 39-40 dərəcə. Badamcıq üzərində ağ nöqtə, limfa düyünlərində də şiş olur. Deməli, temperatur anginada var. Laringit isə qırtlaq iltihabıdır. Qırtlaq ətrafının iltihablaşması laringitdir. Laringit zamanı səsdə dəyişiklik, qalınlaşma baş verir. Quru öskürək olur, nəfəs almada yaranan çətinlik, boğazda yanma və s. Artıq laringitdə biz temperaturu görmürük, amma anginada temperatur var 39-40 dərəcə. Vərəmə baxaq, vərəm ağciyəri zədələyir, 3 həftə və daha çox davam edən öskürək, rəngsiz və qanlı bəlğəm müşahidə olunur. Bu zaman iştah itir, gözlənilməz çəki itkisi müşahidə olunur, temperatur artır, gecə tərləmələri olur, soyuqlama əlaməti olur və vərəmdə də biz temperatur artmasını müşahidə etdik.
Farenqitə baxaq. Farenqit isə ən çox 6 ay 7 yaş uşaqlarda testdə görürsüz ki, bəzən deyir ki, 6 ay 7 yaş uşaqlarda ən çox hansı xəstəliyə rast gəlinir? Farenqitə rast gəlinir. Amma xəstəlik yaşlı insanlarda da müşahidə olunur. Bu zaman nə olur? Burundan əvvəl açıq, sonra isə tünd rəngli serik axır. Əvvəl quru, sonra şiddətli öskürək yaranır. Yaşlılarda çox yüksək temperatur müşahidə olunmur. Uşaqlarda isə temperatur yüksəlməsi baş verir. Deməli, farenqitdə də biz temperaturdan danışdıq. Burun iltihabı nədir? Renitdir. Burnun serikli qişasının iltihabıdır və yuxarı tənəffüs yolunda ən çox biz renitə, yəni burun iltihabına rast gəlirik. Əlamətləri isə burundan axan serik əvvəlcə açıq rəngli olur, daha sonra isə yaşılımtıl olur. Bəs bronxit nədir? Bronxit isə bronx və bronxiyolların iltihabıdır, adından da məlumdur. Quru və bəlğəmli öskürəklə müşahidə olunur. Bu zaman bədən temperaturu yüksəlir. Deməli, temperaturun yüksəlməsi bronxitdə də var və xırıltılı nəfəs alma baş verir. Bugünkü izahımız bura qədər. Kanalıma dəstək olmağı unutmayın. Sağ olun.